Herkese salam, YouTube kanalıma ve növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə qısa da olsa bir toy vloqu paylaşacağım. Yoldaşımın dayısı oğlunun toyuydu. Dayısı oğlu deyirəm, amma yoldaşımdan bir xeyli kiçikdir. Bəyimiz, demək olar ki, yoldaşımın əlində böyümüş uşaqlardılar. İniş ildə böyük qardaşın toyuna yığışmışdıq, 23-cü ildə. O toydan da çəkilişlər eləyib paylaşmışdım. İndi də ortancıl qardaşım toyuna yığışmışıq. Toy 21 iyun Bina Açılıq Mərkəzində Elit Saray var, orada baş tutdu. Zalı o qədər bəyəndim, çox bəyəndim. Bəylə gəlin içəri gəlməmiş, dedim bir çəkiliş eləyim. Bəy gəlin masası da çox gözəl zövqlə bəzədilmişdi. Yəni bu bəzəklər ayrıca edilmişdi. Yəni dekor ayrıca hazırlanmışdı da, yəni xüsusi gəlmişdi. Çox geniş, çox gözəl zal idi. Ən çox bəyəndiyim də oldu ki, elə birbaşa birinci mərtəbədə yerləşirdi. Bu da Mehrinin ümumi görünüşü. Bu da çantası. Açığı biz toya 1-2 gün qalmış hazırlaşmışıq qızlar. Mehrin də paltarı toya bir gün almışdım. Özümə də bir həftə ondan öncə almışdım. Yəni uzun müddət öncədən bilirdik toyun vaxtını, amma hazırlıq görə bilməmişdim. Hər şeyim axırıncı günə qalmışdı. Düşünün ki, dırnağımı belə toy günü gedib düzəltmişdim. Dırnağımı başqa bir salona getmişdim. Saça makiyajı başqa bir salona getmişdim. Saçım da heç yaxşı alınmamışdı. Ümumi belə lookum xoşuma gəlmişdi, amma saçımı elə də çox bəyənməmişdim. Evdə də gəlib düzəliş eləyə bilmədim. Bəylə gəlin içəri gəlməmişdən artıq tədbiri başlamışdılar və aparıcı da Elton idi, bir də Zümrüd idi. İkisi bir yerdə aparırdılar toyu. Aparıcılıqlarını bəyəndim, xoşuma gəldi. Yəni toyu şən keçirdilər. Bir də belə rəqs şouları oldu. Bəylə gəlin içəri gəlməmişdən qabaq hardasa bir 5-10 dəqiqə belə rəqqaslar gəldilər. Onlar gələnə qədər biz də biraz naharlanmış olduq. Yəni bugün o qədər qaça-qaçla keçmişdi ki, sözün əsl mənasında ac girmişdik saraya. Əslində qız götürdüyə də getmişdik. Orada mən çəkiliş eləyə bilmədim. Başım çox qarışıq oldu. Fikir verməmişəm, telefonun enerjisi yox imiş və məcbur telefonu maşında enerjiyə qoydum, düşdüm ki, ən azından restoranda çəkiliş eləyə bilim. Amma gəlin götürdüyə də getmişdik. Oradan çıxıb saraya gəlmişdik. Burada da uşaqlar Mehrin öz rəfiqəsi ilə söhbət eləyirlər, tamaşa eləyirlər. Toy elə əsl uşaqlar üçün idi sanki. Yəni biz də ailəlikcə hamımız iştirak eləmişdik. Bəylə gəlini gözləyərkən belə bir çarx hazırlanmışdı. Onların gəldiyi yolu belə çəkmişdilər. Əslində elə bu yol Bina Açılıq Mərkəzinə giriş hissədir. Ta ki restorana gəlib çıxana qədər olan yoldur. Atlarla, bayraqlarla bu şəkildə bir giriş elədilər. Maraqlı bir girişləri oldu. Bəylə gəlin gəldi. Bir müddətdən sonra məclisə Röya gəldi. Bir yarım saatlıq gəlmişdi. Məclisi qızışdırdı, getdi belə deyək. Hardasa 4-5 mahnı oxudu. Sevilən, xoşa gələn mahnılarından ifa elədi. Yəni bu toyda deyə bilərəm ki, tam olaraq əyləndim. Bu ay bizim tədbirlərimiz çox idi. Uğurun ad günü, Uğurun məzun günü, hədsiz çox tədbirlərimiz var idi. Bu tədbirdə axırıncı tədbir idi, amma möhrü vurduq, qapatdıq da belə deyim tədbirlər ayını. Daha sonra Tünzalə gəldi, o da yarım saatlıq gəlmişdi. Bu müğənnilərin gəlməyi yaxşıdır, amma arxada o rəqqasları nəyə gətirirlər, onu mən başa düşə bilmirəm. Sanki belə deyim də konsert göstərməyə gəlirlər, amma toyla konsertin bir fərqi olmalıdır. O qədər də özlərini çəkiliş elətdirirlər ki, yəni mən sadəcə olaraq şokdayım. Təbii ki, yəqin Instagram, TikTok kimi bu tərz saytlar üçün, səhifələr üçün çəkilişlərini eləyirlər, amma
Yəni çəkiliş eləməkdən aman imanları olmurdu, belə deyim. Daha sonra məclisə aş gəldi. Yenə də bir rəqs qrupunun çıxışı ilə aşı təqdim elədilər. Qızlar daha sonra belə rəqslərini nümayiş elətdirdilər. Belə rəqslərin olmağı mənim xoşuma gəlir. Niyə? Çünki biz biraz istirahət eləmiş olurduq, otururduq, dincəlirdik. Çünki elə toyu demək olar ki, əvvəldən axıra qədər oynadıq. Toyun axırına yaxın ümumiyyətlə, yəni ki, konkret olaraq qızışmışdıq. Heç kim oturmaq istəmirdi, hamı ayaq üstə idi. O deyirlər, qurtlarımı tökdüm məsələsi. Türklər deyirlər, yəni qurtlarımızı tökdükdə konkret olaraq. Tək hamının evində belə toy sədaları gəlsin, bütün subaylar üçün olsun. Gənc ailəyə də buradan bundan sonraki həyatlarında, yəni ailə həyatlarında doğrudan da səbr və uğur diləyirəm. İnşallah ki, bir ömür xoşbəxt olarlar. Daha sonra tort gəldi. Deməli, tort əslində maket idi, amma yəni insanlar üçün belə dilim tortları sifariş olunmuşdu. Ballı tort idi. Tort gəldi. Əslində dilim tortlar gəldi. Daha sonra maketin kəsilişi oldu. Yəni bəylə gəlin daha sonra tortu kəsdilər. O vaxta qədər də Ədalət Şükürov gəlmişdi. Açığı deyim ki, Röyadan da, Tünzalədən də çox tədbiri coşduran Ədalət oldu. Hətta Eltonun da ifalarından çox Ədalətin çıxışları mənim daha çox xoşuma gəldi. Yenə də biraz oynadıq, elədik. Gördüm marojna gəlib, oturdum biraz, dedim marojna yeyim, sərinliyim. Oturduq, biraz da dincəldik, sərinlədik. O vaxta qədər də tortun kəsimi olacaqdı. Bu da Mehrinin çantasıdır qızlar. Mehrinin heç toyluq çantası yox idi. Alış-veriş eləyəndə gördüm, bəyəndim. Ona da belə bir çanta almışdım. Deməli, burada maraqlı nə idi? Tortu çıxdıq, həyətdə kəsdik. Bəylə gəlin həyətə çıxdılar. Əslində həyətə çıxmaq mənasını mən elə də dərk eləyə bilməmişdim, başa düşməmişdim. Amma tortu kəsəndən sonra atəş və şanlıq oldu. Onda başa düşdüm ki, biz nə üçün tort kəsiminə çölə çıxmışıq. Dediyim kimi, zal elə bir mərtəbədən ibarət idi deyə. Rahat idi da, yəni gəlin üçün də hərəkət eləmək rahat idi, bizim üçün də rahat idi. Elə qapıdan belə çölə çıxdıq birbaşa. Bu da maketdir. Maketin bir hissəsinə sadəcə olaraq tort qoyurlar ki, bəylə gəlin o hissəni kəssinlər. İndi bilirsiniz ki, bu maketlər dəbdədir və mən dəstəkləyirəm. Yəni maketin olmağı daha yaxşıdır, nəinki əsl tortun. Mən belə düşünürəm. Bəyimizlə gəlinimiz gəldilər. İndi tortu kəsəcəklər. Mən biraz diqqət edirəm ki, üzlər, simalar çox da elə düşməsin. Əsas da qadın-qız xeylaxlarımızın nə özümü göstərirəm, nə də qohum-əqrəbəni göstərirəm. Açığı belə çəkiliş eləməkdən mənim üçün həqiqətən çətindir, doğrudan çətin olur. Deməli, tortu kəsdilər, daha sonra belə atəş və şanlıq oldu. Çöldə hardasa bir 5 dəqiqəyə yaxın bu şəkildə atəş və şanlıq oldu. Uşaqlar da çox maraqla izlədilər. Artıq toyun sonlarına doğru gəlirdik. Hardasa 1-in yarısı falan belə toy yekunlaşdı. Qız da gül atması üçün, yəni təbii buketi yox, bu buketi istifadə eləmişdi. Buket də məndə idi. Hələ onlar toyun çıxışında biraz da oynadılar. Gülü də mən saxlamışdım. İndi də gül atma mərasimi olacaq. Subayları yığdılar gəlinlə bəyin arxasından. Biz təbii ki, durmadıq. Evlilər kənara çəkildik və gülü də gəlinin qardaşı tutdu. Artıq bəylə gəlini yola saldıq. Biz özümüz də dağılışırdıq yavaş-yavaş. Orada piano var idi, uşaqlar onu tapdılar. Daha doğrusu tapdılar yox, artıq sakitlik idi, yəni çalğı falan çalınmırdı deyə. Yığışdılar pianonun başına. Günü belə başa vurduq. Yorğun da olsaq, yenə də deyirəm, təkə həmişə evlərdən toy səsləri gəlsin.